Studiyada qonağımız var. Biz demişdik ki, qonaqlarımız olacaq və maraqlı mövzulardan danışacağıq. Elə istəyirik, vaxt itirmədən qonağımızı sizə təqdim eləyək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparıcı mütəxəssisi Nicat Mustafayev bizimlədir. Nicat bəy, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Xoş gününüzə gələk, sabahınız xeyir olsun. Necəsiz, əhvalınız necədir, günə necə başlamışsınız? Çox gözəl başlamışıq, sizlər necəsiz? Biz də Çox sağ olun, yaxşı olasınız və şad xəbərlərlə gəlib Nicat bəy. Ümid edirik ki, bu xəbərlər sizin də əhval-ruhiyyənizə belə deyək, yaxşı təsir eləyəcək. Elə isə istəyirik, vaxt itirmədən yavaş-yavaş keçək. Elə bu sosial tərəfdaş layihəsindən danışaq Nicat bəy. Xüsusi həssas qruplara aid ediləcək bu güzəştlər. İstəyərdik ki, bu barədə bizə bir məlumat verəsiniz ki, nədir, necə olur? Çünki bir çox insan bundan hələ də xəbərsizdir. Salamlayıram hər bir kəsi, televizor arxasında eləşən tamaşaçıları salamlayıram. Artıq məlumatınız olduğu qədərilə Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə irəli sürülən sosial tərəfdaş layihəsi geniş miqyasda respublikamızı əhatə edir və tərəfimizdən icra olunmaqdadır. Əhatə dairəsini qeyd etmək istəsəm, sadalanan şəxslər, təqaüdçülərimiz, pensiyaçılarımız, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, az təminatlı ailələr, ailə başçı itirmiş şəxslər, hansı ki bunlar bizim həssas qrup insanlarımıza aid olacaqdır. Əsas məqsəd isə, layihənin əsas məqsədi onların gündəlik, yəni sadaladığım kateqoriya şəxslərin gündəlik ehtiyaclarının azaldılması, daha çox sosial rifahların artırılması yönümlü yeni bir layihəlıq platformasıdır. Nicat bəy, bəs sözü gedən aptek, market və digər obyektlər hansılar olacaq və onları hansı formada digərlərindən fərqləndirə biləcəyik? Çox gözəl. Bu daha maraqlı sualdır. Hansı ki, pensiyaçılar tərəfindən daha çox verilən suallardan biridir. Bununla daha yaxından tanış olmaq üçün sosial tərəfdaş az saytdan daxil olub, hansı ki, verilən müəssisə, yəni tərəfdaş müəssisələrin siyasi ilə daha yaxından tanış ola bilərlər. Rahat şəkildə daxil olub, tanış olacaqlar. Bəli, rahat şəkildə daxil. Bəli. Ümumiyyətlə, bu proses nədən qaynaqlandı? Necə oldu ki, belə bir layihə eləmək və xüsusi həssas qruplarla bu tərəfdaşlığı artırmaq zərurəti yarandı? Bununla bağlı yəqin ki, siz müxtəlif sosial araşdırmalar edirsiniz. Bununla bağlı yəqin ki, müxtəlif datalar var, hansı ki, bu sizin xüsusi əməkdaşlar buna ayrılır və müşahidələriniz nələr oldu və hansı mərhələlərdən keçərək gəlib bura çıxdıq? Çox gözəl vurguladınız, Firuz bəy. Az öncə cavabında qeyd elədim. Təbii ki, burada qeyd etdiyimiz kimi layihənin əsas məqsədi həmən həssas qrup insanların sosial rifahının artırılması, yaxşılaşdırılması məqsədi ilə gündəlik xərclərinin azaldılması və iqtisadi cəhətdən rahat yaşamını təmin etmək məqsədi ilə yaradılmış bir layihəlıq proqramıdır. Hansı ki, burada pensiyaçılar üst tutduqları, yəni təbii ehtiyaclarını gündəlik qarşılamaq üçün marketlər, apteklər və klinikalar daha çox üst tuturlar. Hansı ki, bunları daha çox marağını bu xidmət müəssisələri cəlb eləyir. Əsasən bunlar e-sosial mobil tətbiqindən qeydiyyatdan keçdikləri barkod vasitəsilə tərəfdaş müəssisələrə yaxınlaşaraq... Çünki bu da maraqlandıran sualdır. Necə yaxınlaşacaqlar? Hər hansı bir sənədmi təqdim eləmək lazımdır? Burada heç bir sənəd tələb olunmur, yəni zəruri hal hesab edilmir. Sadəcə e-sosial mobil tətbiqində aktivləşmiş barkodu xidmət sahələrində göstərməkləri ödənişdən öncə kasada təqdim etləri kifayət edəcəkdir. Əla. Yəni, konfidensiallıq məsələsi necə qorunur? Çünki biz bilirik ki, xüsusi həssas qruplardan danışırıq və bu insani bir məsələdir. Bəzən elə məsələlərdə insanlar afişə olmaq istəmirlər və xoşlayırlar ki, istəyirlər ki, daha doğrusu bu yardım elə qurum və onlar arasında qalsın. Bu məsələlər qorunurmu? Diqqət edilir bunlara? Bu məsələlər qorunur. Tam şəkildə pensiyaçılara məxsus olan aktivləşdirilmiş barkodlar hər biri, hər bir belə deyək də müəyyən bir bəlli saatlarda yenilənir olan təhlükəsinin qorunması üçün. Çünki burada bəzi frotallar baş verə bilər ki, onlar müəyyən şəkildə istifadə oluna bilər barkodları və s. Təhlükəsizlərin təmin olması üçün barkodlar müəyyən bir saatdan yenilənir təbii ki. Nicat bəy, maraqlı həm də bilirsiniz nədir? İndi eşidənlər fikirləşəcəklər ki, bizə də belə güzəştlər tətbiq olunsa nə yaxşı olar. Gələcəkdə bu areal genişləndirilə bilərmi? Digər kateqoriyadan olan insanlara da bəlkə həkimlərəsə şamil oluna bilər mi? Həm xidmətlərin sayı artırıla bilərmi, həm də vətəndaş ailələri, həssas vətəndaş ailələri. Belə deyədim, bu artıq üst rəhbərlik tərəfindən veriləcək bir qərar olacaqdır. Təbii ki, əhatə dairəsi, hansı əhali həssas, deyək ki, qrupunu əhatə edəcəkdir. Düşünürəm ki, ancaq hal-hazırda 1.500.000 civarında insanı artıq əhatə eləyir bu. Yəni, qeyd etdiyimiz kimi təqaüdçülər, pensiyaçılar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ailə başçı edilmiş
şəxslər, hansı ki, bunlar düşünürəm ki, müəyyən bir həssas qrup olsa da, yəni kütləni əhatə edir ki, artıq bunlar endirilmədən yararlanırlar. Qeyd etdiyim kimi, artıq pensiyaçılarda bir balaca məlumatsızlıq ola bilir, harda mən sizə qeyd edeyim. E-sosial mobil tətbiqini necə yükləyə bilərəm, necə qeydiyyatdan keçə bilərəm. Bu barədə də elə məlumat verin istəyirsiniz. Biraz çətinlik çəkirlər. Bəli, çətinlik çəkirlər, hansı ki, tapa bilmirlər və s. məlumatsızlıqdan dolayı bu təbii ki, məqbul bir hal tərəfimizdən qəbul olunur. E-sosial mobil tətbiqi sadəcə mobil telefonlarına yükləyilə qeydiyyatdan keçirlər. Burada bir neçə üsul mövcuddur. Hansı ki, ən əsas iki üsul tərəfimizdən asanlıqla qəbul olunur ki, pensiyaçılar tərəfindən də bu asan qəbul olunur. Sima imza ilə, yəni məlumatınız olduğu qədərilə Sima imza ilə qeydiyyatdan keçid və ikinci üsul isə identifikasiya ilə, yəni şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd edərək dolduraraq artıq qeydiyyatdan keçir və aktivləşdirilmiş barkodu əldə edəcəkdir. Bəli, buyurun. Artıq sistemdə həmin insanlar olacaq və rahatlıqla bəli, marketlərdə, klinikalarda, apteklərdə artıq bu endirimlərdən yararlana biləcəklər rahat şəkildə. Bir də vətəndaşlar bir məsələdən narahat edir. Bu şəffaflıq və hesabatlılıq necə təmin olunacaq ki, nə qədər insan bundan yararlana bilir və həqiqətənmi doğrudan da biz bundan şübhə eləmirik. Sadəcə olaraq bəzi insanlarda suallar olur və biz bunu mütləq şəkildə ona görə sizdən soruşuruq ki, həqiqətən ehtiyacı olan insanlarmı bundan faydalanacaqlar və hesabatlılıq məsələsi. Az öncə vurğuladığım kimi, burada siz görürsünüz ki, layihədə bu barkod endirimlərinin aktivləşdirilməsi üçün əsas üsullardan biri identifikasiya, yəni şəxsiyyət vəsiqəsi məlumatları ilə olduğu üçün, təbii ki, burada dövlətimiz tərəfindən hər bir şəxs identifikasiyaya uyğun, artıq bu bizim bazada bilinir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində artıq bu şəxslər həqiqətən pensiyaçıdır. Yəni, biz istəsək belə adi vətəndaşlarda, yəni digər qruplarda bu barkodlar aktiv olmayacaqdır. Şəxsi şəkildə hər bir şəxsin şəxsi kabinetində, yəni sosial mobil tətbiqində pensiyaçıya individual olaraq açılacaqdır, yəni bu barkodlar. Gələcəkdə güzəştlər çoxaldıla bilərmi? Düşünürəm ki, bəli, bunun üzərində danışıqlar aparılır. Təbii ki, müəyyən şəkildə faiz dərəcələrinin artırılmasına baxılacaqdır inşallah yəqin ki, tərəfimizdən. Xüsusi həssas qruplarla işləmək heç də asan deyil. Hər nə qədər bu çox şərəfli bir işdir, gözəl bir işdir. Nələrə daha çox diqqət olunur? Məsəl üçün, bu araşdırmalar aparılarkən onların problemləri, daha çox hansı istiqamətdə dəstəyə ehtiyac olduqları öyrənilərkən daha çox nələrə diqqət olunur və onlarla işləməyin xüsusi spesifik bir tərəfləri varmı? Çox gözəl vurğuladınız. Bu həssas qrup insanlar olduğu üçün daha diqqətli olmaq, mən düşünürəm ki, onlarla ünsiyyətdə vacib bir amildir. Hansı ki, bizim tərəfimizdən bu, bizə olunan rəhbərlik tərəfindən göstəriş üçündür. Bu bizim bir növbəli riayət etdiyimiz qanundur, hansı ki. Ancaq mən düşünürəm, hal-hazırda onları maraqlandıran ən böyük məsələ günlərinin, belə deyək də, ehtiyaclarını qarşıladığı zaman özlərinin, təbii ki, müəyyən dərəcədə bayaq da sizə qeyd etdim, az öncə qeyd etdim, gündəlik xərclərin azaldılmasıdır, sosial rifahın artırılmasıdır. Bu yöndə onları ən çox maraqlandırır ki, yenə qeyd etdiyim kimi, klinikalara üst tuturlar, apteklərə üst tuturlar, marketlərə üst tuturlar. Gündəlik ehtiyaclar. Bəli, gündəlik ehtiyaclarını qarşılamaq üçün onlara hər gün, günü-gündən deyək ki, bunlar daha çox maraq edirlər ki, barkodlar necə əldə edə bilərik, hansı tərəfdaş şirkətlərdə əldə edə bilərik, qeydiyyat üsulları necə olacaqdır və heç bir pensiyaçıya fərq qoyulmadan qeyd etdiyim kimi identifikasiya koduna uyğun olaraq aktivləşdirilməsinə köməklik göstərilir tərəfimizdən barkodların və tərəfdaş müəssisələrdə onlara rahat şəkildə endirimlərdən yararlanmasını təmin etməyimiz də bizim üçün əsas prioritetdir hal-hazırda. İşiniz avanda olsun. Çox sağ olun, minnətdaram. Bu işdə uğurlar arzu olur. Bəlkə elə bir məqam var ki, siz özünüz də açıqlamaq, bəlkə bir mesaj yollamaq istəyirsiniz efir vasitəsilə. Buyurun. Yox, belə deyərdim, minnətdaram. Pensiyaçılara göstərdiyiniz, bu maarifləndirilməsi üçün göstərdiyiniz diqqət və dəstəyə görə İctimai Televiziya kanalı rəhbərliyinə və sizlərə minnətdarlığımı bildirmək bizim işimizdir, borcumuzdur. Təşəkkür edirəm, çox sağ olun. Ancaq deyə bilərik ki, fəaliyyətdəyik, xidmətinizdəyik. Nə zəruri hal, belə deyək də, çətinlik yarandığı halda Nazirliyin və sosial tərəfdaşın qaynar xətti ilə tam şəkildə əlaqə saxlayıb suallarınızın cavabını orada tapa bilərsiniz. Təşəkkürlər sizə. Çox sağ olun, təşəkkür edirik və bir daha qeyd eləmək istəyirik ki, hörmətli tamaşaçılar, qonağımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparıcı mütəxəssisi Nicat Mustafayev idi.